Salam uşaqlar, bugün rus dili 10-cu sinif üçündür və 29-cu dərsimizdir. Burada deməli Anton Çexov, Человек в футляре, часть первая. Anton Çexovun əsəridir, birinci bölümdür, qılaflı adam. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir uşaqlar. Так, gəlin oxuyaq. Burada nə yazılıbdır? Farid, как ты думаешь, наши сверстники любят читать? Deyir ki, Farid, səncə həm yaşlılarımız oxumağı sevirmi deyə soruşur. Fatima, думаю, что их заинтересуют предложенные nami произведения. Deyir ki, Fatima, düşünürəm ki, təklif etdiyimiz əsərlərlə maraqlanarlar. Главные герои этого рассказа учитель и врач. Bu hekayənin əsas personajları müəllim və həkimdir. Автором этого произведения является русский писатель Чехов. Bu əsərin müəllifi Rus yazıcı Çexovdur. Здесь рассказывается об учителе гимназии. Deyir ki, burada orta məktəb müəllimi haqqında, gimnaziya yəni haqqında bir hekayədir. Можно ли все хранить в футляре? Hər bir şey bir qlafyada da, yəni qutuda deyir ki, saxlamaq mümkündürmü deyir. Tak, gəlin indi mən oxuyum və tərcümə edim uşaqlar. Burada bir bölümüdür, yəni hamısı deyil. Kimə maraqlıdırsa, əlbəttə ki, oxuya bilərsiniz. Bu əsər çox maraqlıdır. Так, başlayaq. Двое охотников, врач-ветеринар Иван Иванович Чимша, гималайский и учитель гимназии Буркин остановились в сарае старосты села на ночлег и стали рассказывать друг другу разные истории. İki ovçu, həkim veterinar İvan İvanoviç Çimşa və gimnaziya müəllimi Burkin gecələmək üçün kəndin yaşlı adamın ambarında deməli dayanıb bir-birinə müxtəlif hekayələr danışmağa başladılar. Разговор зашел о людях одиноких по натуре, которые стараются уйти в свою скорлупу. Deməli, söhbət təbiətdən tənha olan da, yəni öz qabığında, yəni öz qutusunda çəkilməyə çalışan insanlardan getdi. Буркин начал рассказывать о своем товарище, учителе греческого языка Беликове, недавно умершем в его городке. Və Burkin da yaxınlarda onun şəhərciyində vəfat etmiş Yunan dili müəllimi olan yoldaş Belikov haqqında danışmağa başladı. Так. Беликов описывается в тексте как человек в футляре. Он даже в очень теплую погоду выходил в пальто, галошах и с зонтиком. Deyir ki, deməli, mətndə elə yazılıb ki, yəni Belikov qutuda yaşayan bir adam da, yəni kimi təsvir olunur. O hətta çox isti havada belə palto, galoş və çətirlə çıxırdı. Зонтик и часы его всегда были в чехле, и даже у перочинного ножика был свой чехольчик. Deyir ki, onun çətiri və saatı həmişə qlafda olardı da, yəni özünün belə deyək də qutusu olurdu onlara. Hətta cib bıçağı da belə öz qlafı var idi. Свое лицо герой также постоянно прятал за воротником, как будто в чехол. Deyir ki, qəhrəmanımız da öz üzünü də belə deyək də yaxası arxasında sanki bir qlaf içindəymiş kimi daimi gizlədirdi. У этого человека было постоянное стремление создать себе футляр, оболочку, за которую он прятался от действительности и окружающих его людей. Bu adamın özünə belə deyək də deməli bu adamın özünə reallıqdan və ətrafdakı insanlardan gizlənə biləcəyi bir qabıq, örtük yaratmaq daimi həvəsi var idi. Yəni греческий язык, который он преподавал, также был для него неким футляром, куда он mог spрятаться от действительной жизни. Və tədris etdiyi Yunan dili də onun üçün bir növ qutu idi də, həqiqi həyatdan gizlənə biləcəyi bir yer, belə deyək. Так, женской прислуги Беликов не держал, чтобы соседи не подумали о нем ничего дурного. Deyir ki, Belikovda qonşular onun haqqında pis fikrə düşməsin deyə qadın xidmətçi saxlamırdı.
Спал он, накрывшись с головой одеялом, и боялся, как бы повар Афанасий не зарезал его или в квартиру не забрались воры. Deyir ki, o başını yatanda da örtüb yatırdı ki, və aşpaz Afanasi onu öldürməsin deyə də belə elə qorxuları var idi ki, ya da mənzilə oğrular daxil olmasından qorxurdu. Общество людей тяготило его, а многолюдная гимназия была и вовсе ему противна. В ней он чувствовал себя плохо и жаловался на шумных учеников. Deyir ki, İnsan cəmiyyəti yəni onu yorurdu. Çoxlu şagird olan gimnaziya isə ona ümumiyyətlə belə zəhləsi gedirdi də. Orada özünü pis hiss edirdi və səs-küylü şagirdlərdən şikayətlənirdi. Свои мысли он также старался ограничивать. Öz fikirlərini də belə elə bil ki, məhdudlaşdırmağa çalışırdı da, belə deyək. Особенно герой благоговел перед циркулярами или статьями правил, в которых запрещалось что-либо. Və deyir ki, xüsusilə də qəhrəman bir şey qadağan edən, belə deyək də, məktublar olsun, əmrlər olsun və ya qayda məqələləri qarşısında hörmətlə deyir, yanaşırdı, xoş duyurdu, belə deyək də. Даже самое малое нарушение или отклонение от правил заставляли его волноваться, любое действие вызывало сомнения, поэтому он часто повторял, как бы чего не вышло. Və deyir ki, hətta belə deyək də, ən kiçik qayda pozuntusu və ya ondan kənara çıxma onu narahat edirdi. Hər hansı bir hərəkət şübhə doğururdu. Buna görə də o tez-tez deyirdi ki, nə isə çıxmasa yaxşıdır da, belə deyə ifadəsini tez-tez təkrar edirdi. Belə. Və gəlin indi burada yeni sözlərimiz var. Futlyar qılaf deməkdir. Коробка предназначена для определенного предмета. Da. Yəni, müəyyən bir əşya üçün nəzərdə tutulmuş qutudur. Da. Скорлупа, оболочка, yəni qabıq, örtük, прислуга, домашняя работница, burada ev işçisi, xidmətçidir. Благоговеть, глубоко уважать, yəni hörmətlə, dərin hörmət bəsləmək. Циркуляр, письменное распоряжение, burada yazılı bir əmr, məktubudur. Тяготило, утомляло, burada bu köhnə rus sözlər. Тяготило, утомляло, yəni yorurdu, bezdirirdi deməkdir. Belə. Tak, uşaqlar həmişə kimi mən dediyim kimi də şifahi şəkildə olanları keçirəm, onu müəllimlə işləyirsiniz. Tak, mən də ancaq deməli zadanyaları sizinlə yazıram da, yəni tapşırıqları. Подберите синонимы к данным словам. Товарищ, стремление преподавать. Так, sinonim, yəni yaxın mənalı sözləri yazmalıyıq. Tavariş, yoldaşdır, stремление, məqsəddir, prepodavать da, dərs verməkdir. Gəlin onları da yazaq. Tak, tavariş, başqa cür deyə bilərik, друг, приятель. Стремление ya da цель, желание, амбиции, преподавать, учить, обучать, просвещать. Bax, bu sözlər yəni yaxın mənalıdır. 5-də составьте словосочетания с новыми словами. Yəni yeni sözlərlə biz söz birləşmələri yazmalıyıq. Gəlin onları da yazaq. Uşaqlar, mən nümunə yazıram, siz də özünüzdə yaza bilərsiniz. Məsələn, кожаный футляр, скрипичный футляр deyə bilərik. Яичная скорлупа, крепкая скорлупа, многочисленная прислуга, домашняя прислуга. Искренне благоговеть перед старшими, например. Секретный циркуляр, разослать циркуляр. Одиночество тяготило или тяготило сердце deyə bax bu şəkildə söz birləşmələri yaza bilərsiniz. Так, дальше. Videonu dayandırıp yazabilirsiniz uşaqlar. Так. Дальше. Так, 7-də исправьте ошибки по тексту. Burada da gəlin baxaq. Разговор зашел о людях одиноких по натуре, которые стали общаться. Так. Deməli, разговор зашел о людях одиноких по натуре, которые стараются уйти в свою скорлупу. Birinci budur. Так, Буркин начал рассказывать о своем товарище. Так, Береке, недавно пропавшем Варию. Нет. Буркин начал рассказывать о своем товарище, учителе греческого языка Беликова, недавно умершем его в городе. Bu ikincidir. Так, 3-də
Описывайте, как он был очень... Так, в куртке. Беликов описывает в тексте, как человек в футляре, он даже в очень теплую погоду выходил в пальто, галошах и с зонтиком шагла. Так, bu üçtü. Дальше. Зонтики, часы всегда были в руке, даже... Так, зонтики, часы всегда были в чехле, и даже у перочинного ножика был свой чехольчик. Дальше. Свое лицо герой также постоянно прятал под капюшон. Свое лицо герой также постоянно прятал за воротником, как будто в чехол. Так, дальше. Греческий язык, который он изучал, также был... Ага. Ve ahırıncı. Греческий язык, который он преподавал, также был для него неким футляром, куда он мог спрятаться от действительной жизни. Бахбулларда өзіңіз bu şekilde yazırsınız. Дальше. Так, uşaqlar, predlogi, önlüklerde производный, непроизводный. Производный ne demekti? Ayrı nit hissesinden yaranan önlüklerdi de Azerbaycan ya da вторичный deyilir Rus dilinde. Производный ne demekti? Yani isimden, zərfdən, belə deyək də, düzələn bir yaranan bir önlüklərdir. Amma neproizvodный, yəni ayrı nit hissəsindən yaranmayan önlüklərdir. Yəni adi, первичный, neproizvodный, yəni adidir və mənası olmayan da, yəni belə deyək. Amma burada ayrı nit hissəsindən yaranan önlüklər. Bunu mən izah etmişəm və kanalımda var, baxarsınız. Производный, непроизводный. Так, и 10-cu tapşırıqda составьте словосочетание с предлогами ввиду, насчет, спустя, возле, мимо, около и запишите. Так, deməli bizə önlüklər verilibdi və onlarla söz birləşmələri yazmalıyıq. Gəlin onları da yazaq. Так, yazaq ki, ввиду плохой погоды, ввиду отсутствия времени, например, насчет встречи, насчет дальнейших планов, спустя год, спустя много лет, возле дома, возле школы, мимо парка, мимо окна, около реки, около 5 часов. Bu şəkildə deməli işlədə bilərsiniz. Bu da söz birləşmələridir. Çünki burada словосочетание diye yazılıbdır. Burada cümlə değil. Dальше 11-ci sualımızda составьте словосочетание с предлогами. Burada da söz birləşmələri, gəlin onu da yazaq. Так, без шапки, без перчаток, до дома, до парка, для мамы, для рисования, под книгой, под камнем, на столе, на тетради, об экзамене, об учебе. Так, bu şekilde yazabilirsiniz. 12'de составьте словосочетание с предлогами внутри, в, вдоль, над, через, про. Şimdi 12'de yazaq. Так, внутри комнаты, внутри здания, в доме, в школе, вдоль дороги, вдоль реки, над головой, над городом, через дорогу, через поле, про папу, про родителей diye bu şekilde yazaq. 12'de. Так, 13'te найдите в тексте 5 предлогов, составьте с ними предложение и запишите. Deməli, mətndən 5 dənə predlog önlük tapırıq və onlarla cümlə qururuq. Предложение. Cümlə qurmalıyıq. Gəlin onu da yazaq. Так, mən də bu şəkildə yazdım. Burada 5 dənə seçdim. Так, книга лежит в шкафу, мяч упал в коробку. Мы говорили о фильме. Я прочитал статью о животных, например. И чеки yazdım uşaqlar. Письмо пришло от друга, и он спрятался от дождя. Этот подарок для мамы. Мы собрали игрушки для детей. Diye. Картина висит на стене. Мы идем на прогулку. Yani tam belə deyək də, sadə cümlələrdə özünüz də onu yaza bilərsiniz. Так. Дальше. Уже 14'te biz ne eləməli? Укажите соответствие, запишите. Uyğunluğu tapaq. Напротив, например, дома, благодаря учителям, вследствие дождя, под столом, mimo школы diye bu şəkildə. Так, və burada bir mətnimiz var. Onu da mən tərcümə edim. Uşaqlar oxuyun. Так. Маленького Антона Чехова называли бомбой за то, что у него была слишком большая голова. Deyir ki, balaca Anton Çexov başı çox böyük olduğuna görə ona bomba ləqəbi var idi onun.
Однако он не обижался на это. Deyir ki, amma lakin o buna belə deyək də küsmürdü ondan. В годы учебы Чехову приходилось всячески подрабатывать və tələbəlik illərində Çex müxtəlif yollarda əlavə pul qazanmalı idi. Он был репетитором, сотрудничал с журналами, писал краткие юморески. Deməli, o repetitorluq edirdi, jurnallara pul belə deyək də töhfəsi verir və qısa юмористик əsərlər yazırdı. После окончания медицинского факультета Московского университета Чехов занимался врачебной практикой. Deməli, o Moskva Üniversitetinin tibb fakültəsini bitirdikdən sonra Çexov tibblə məşğul olurdu. Он очень любил собак и коллекционировал marki. O deyir, itləri çox sevirdi və markaları yığırdı. Утром последнего дня жизни Чехов проснулся в бреду. Səhər demə Çexov son gününün səhəri sayıqlayırdı da, belə deyək. Ему позвали врача, həkim çağırdılar. Доктор осмотрел писателя и попросил принести шампанского. Və deyir ki, onu həkim baxdı və dedilər ki, şampan gətirin də. Дело в том, что если врач после осмотра коллеги видит, что надежды нет, он должен преподнести ему бокал шампанского. Deyir ki, qayda belədir ki, əgər həkim yəni müayinə etdikdən sonra heç bir ümid olmadığını müəyyən edərsə, ona bir stəkan şampan təklif etməlidir. Антон Павлович выпил его и со словами «Как давно я не пил шампанское», повернулся на бок, крепко уснул и больше не проснулся. Və deyir ki, Anton Çexov onu içdi və çoxdan mən içməmişəm deyərək yanına belə çevrilib dərin yuxuya getdi və bir də oyanmadı. Belə uşaqlar, sağ olun, görüşərik.